Qaradağ Gənclər Evi nə ilə gəlirlər? Xoş gəlib, səfayı gətirirlər. Mən Fatimə Zəhra və mən Fərid. sizi Qaradağ Şəngənc komandası olaraq salamlayırıq. Deməli, mən bura gəlməzdən qabaq nənəmgilin həyətindən keçdim. Daha doğrusu, qeybət stansiyasından. Nənəm deyir ki, ay bala, hara gedirsən? Stand-up'a. Ay bala, ümbilisi arvadın, gəlinin də stand-up'ları var. Elə sözlərlə çıxış edir ki, lap atalar sözləri ağlayır. Atalar sözləri demişkən, bizim atalar sözləri biraz qarışıqdır. Gəlin etiraf edək ki, biraz da şübhəlidir. Məsələn, atalar 3-dən deyibsə, niyə kişinin sözü bir olur? Və ya, dost dar gündə tanınar deyirlər. Mənim dostum dar gündə özünü tanıdı ki, məni də tanısın. Zəng eləmişəm, deyir, bəli qardaş, nə olub? Deyirəm, pul lazımdır. Deyir, onda biz dost deyirik, sadəcə eyni planetdə yaşayırıq. Hələ biri də var. Deyir, tələsən təndirə düşürsə, niyə bugün işini sabaha saxlamaq olmaz? Bilirsiniz, bu ölkədə ən güclü Wi-Fi bağlantısı nədədir? Hə, nənələrin bir-biri ilə qurduğu qeybət şəbəkəsində. Facebook kimə lazımdır? Onlar Facebook edir. Yəni, üzünüzü görüb haqqınızda hekayə yazırlar. Madem, nə madem? Samavarın qapağına xəbərlər özləri gələcək. Özə bilirsiniz xəbərlər necə olur? Ay Gülsüm, afətin gəlininin əlinə heç bir iş gəlmir. Vay, vəziyyəti çox pisdir demək. Ay sağ ol, dedim də, o arva tutacaq. Heyf afətin oğlu Daş Dəmirdən, heyf. Özdə bunlar əsl dedektiv serialı kimi danışırlar. Misal üçün, dünən çörək sexindən keçirdi. Kim? Sərihənin baldızı. Aha, deməli çörək alır. Amma niyə? Kimə? Hansı niyyətlə? Nə deyəsən, gəlin qeybəti qoyaq bir kənara, biraz da büclərə nəzər salaq. Yaxşı fikirdir. Mənim bir dostum var, deyir, bağışda, əsəbiyəm. Çünki mən qoç bürcəyəm. Nə əlaqə? Başa düşmürəm, yəni sən 18 ildə özünə cavabdeh deyilsən. Özə bunu bürcə bağlayır. Hələ, duyğusal balıq bürcləri də var. Elə bir Netflix filmidir. Çox romantikdir. Amma heç vaxt anlamırsan nə baş verir. Mən səni sevirəm. Amma hisslərim elə hazır deyil. Çünki Neftun elə yatıb. Bizdə həkimə getmək də ayrı bir tamaşadır. Həkim, məndə halsızlıq var. Çox fikirləşirsən. Həkim, başım ağrıyır. Çox telefondan oynayırsan. Bir sözlə, niyə xəstələnirik, bilmirik. Hələ bir dəfə həkim mənə deyir ki... Sən sağlamsan, prosta həyatdan yorulmusan. Siz psixoloqsuz? Yox, mən terapevtəm. Prosta nənəm çox qeybət edir, psixologiyandan onu öyrənmişəm. Bəli, tamaşaçılar, bizim stand-upımız bura kimi idi. Həyat zarafat kimidir. Bəzən dinləmirik, amma sonra da izləyirik. Özün nə olursa olsun, həkimdən qorxma, qeybətdən qorx. Çünki onlar sənin haqqında bir məsələ çıxarsalar, heç Mars da köməyə çata bilməz. Hər zaman şən və gənc qalın. Stand-up'ın ümumiyyətlə əsas məqsədi istər tamaşaçı ilə, istər səhnə ilə, istər özünlə vəhdətə girməkdir. Sən məni darıxmağa qoymamalısan ki, mən sənə baxım. Deməli, aktyorluqda nə var? Məsələ, belə bir şeydir. Bugün Rafael və Coşqun bizə qonaq gələcək. Burada tekstdə yazıb, bunu avtor yazıb. Bugün Rafael və Coşqun bizə qonaq gələcək. Bunu aktyor oxudu. İndi keçirsən. Bugün Rafael və Coşqun bizə qonaq gələcək. Bu artıq yavaş-yavaş tekstdən çıxmaqdır, yəni artıq sərbəstlikdir. Yəni mən bura baxmıram, artıq mən cümləni bilirəm. Artıq keçirsən praqona, yəni çitqanın prağı, bir də çitqa deyil, oxumada. Bugün Rafael, ondan sonra Coşqun və deyəsən Müşfiq də bizə qonaq gələcək. Bu aktyorun artıq o teksti mənimsəməlidir. Aysel, xəbərim var da, günlər axşam qonağımız var ha, Rafael və Müşfiq. Deyirlər, nədir onda, Coşqun da gəlməlidir, amma hələ dəqiq deyil. Bu artıq premyeradır, sənin təqdimatın.
Amma siz neynəmisiniz? Siz sözləri əzbərləmisiniz. Amma yox, siz həmişə çalışın ki, mətni özünkiləşdirin. Bu stand-up'a çıxdınız, xəbərin var. Yəni, Fatimə Zəhra nəsə eləmək istəyirdi. Amma sən ümumiyyətlə tamam qurulmuşdun. Və çox üzr istəyirəm, inciməyin bunu deyəcəm. Sizin mətniniz oğurluq idi. Mən də deyirəm, atalar sözlərini nə qəşəng İnternetdə bu mənim tapmış. qabağıma çıxıb. O var, internetdə mən onu görmüşəm. Onu bir dənə özümüz Biz sadəcə tarazlaşdırıb onları şeyləmişik. biz gördüklərimizi, eşitdiklərimizi, istər sosial şəbəkədə, istər həyatda gördüklərimizi Yığmısınız cəmləşdirib, birə. biraz qeybətdən, biraz bürcdən, biraz həkim Çox və üzr istəyirəm. pasiyent şeydən. Ssenarini bəlkə sizə yazıblar, veriblər, sizin ondan xəbəriniz Özümüz yoxdur. yazmışıq. Özümüz Amma o şəxsən mənim qarşıma çıxıb mən onu görmüşəm. Yox, Atalar mənim də sözlərinin qabağıma bir-birinə çıxıb, qarşı bir-birinə protiv gedən atalar sözləri. Biz də elə onlardan götürmüşük, biraz nənələrimizin nə bilim qeybətlərindən Yəni götürmüşük. demək istəyirsiniz ki, siz Biraz- bu dediyiniz atalar sözünü görməmişsiniz. Mənim qarşıma çıxmışdı. Fikri Fikir gör də necə sərbəst bildirirsən. Qafaq xanım bayaq onu deyir. O tekstdə də fikri var, belə sərbəst bildirməli. Yəni içinizdən nə gəlir onu eləyin. Yəni bu əl jestləri də elə olmalıdır ki, bunlar hamısı doğrulmalıdır. Yəni siz səhnədəsiz. Ümumilikdə səhnəci olaraq tamamlanmışdı da, düz atmacalar, oradakı söhbətlər tamamlanmışdı ümumilikdə. Yəni yarım-yarımçıq Ardıcıllığı deyildi. Və neçə yaşınız var, üzr istəyirəm? 16. 16 yaşınız sizin? 19. 19. Ay, çox, yəni mən buradan həyəcanı buradan hiss eləmək olur. Yəni bu yaşınıza görə də o cür insanların qarşısına çıxmaq belə bu yaşda sizin üçün böyük bir, belə deyim də, şərəfdir, unudulmaz bir qürurdur. Ümumiyyətlə Qaradağ Gənclər Evi bu mövsüm bəyənilir dəyərli müsiblər heyətimiz tərəfindən. Keçən mövsüm onlar qalib olublar. Bəli, ikinci yeri Finala götürdülər. qaldıq. Finala qalmışdınız. Görək bu il qalacaqsınızmı? Uğurlar. Çox sağ olun. Sağ ol.